20-ci yüzilliyin əvvəllərində Şimali Azərbaycanda ilk milli ictimai-siyasi təşkilatlar yaranmağa başladı. Müsəlman Gənclik Təşkilatı 1903-cü ildə Məmməd Əmin Rəsulzadə tərəfindən yaradılmışdı. Gizli fəaliyyət göstərən ilk milli təşkilat müstəmləkə əsarətinə qarşı mübarizə aparmışdı. Hümmət Təşkilatı 1904-cü ildə Mirhəsən Mövsümov, Məmməd Əmin Rəsulzadə və başqa Azərbaycan ziyalılarının iştirakı ilə yaradılmışdı. Sosial-demokrat təmayülli bu təşkilat Azərbaycanlı fəallər arasında siyasi iş aparmaq məqsəd daşıyırdı. Hümmət Təşkilatının sonrakı fəaliyyəti Rusiya Sosial-demokrat Fəallər Partiyasının məqsədlərinə xidmətlə bağlı olsa da, öz ətrafında çox sayda qabaqcıl insan toplaya bilmişdi. Azərbaycan xalqının azadlığı və müstəqil dövlətçiliyin bərpa edilməsini əsas məqsəd seçən Məmməd Əmin Rəsulzadə və tərəfdarları sonradan bolşeviklərin təsiri altına düşən bu təşkilatdan uzaqlaşdılar. 1905-ci ildə Şimali Azərbaycanda Ələkbər bəy Rəfbəyov və digər Azərbaycan ziyalılar tərəfindən Qeyrət Partiyası adlanan ilk milli partiya yaradıldı. Gəncə şəhərində formalaşan bu partiya Şimali Azərbaycana muxtariyyət verilməsi ideyasını ilk dəfə açıq şəkildə irəli sürən siyasi təşkilat oldu. Qeyrət Rusiyanın federativ quruluşa malik olmasını və bu federasiya daxilində Azərbaycana muxtariyyət verilməsini tələb edirdi. Partiyanın fəaliyyəti yalnız Gəncə ilə məhdudlaşmır, onun özəkləri Şuşa və Bakı şəhərində də fəaliyyət göstərirdi. 20-ci yüzilliyin əvvəllərində xalqımızın siyasi cəhətdən təşkilatlanmasında mühüm rol oynayan amillərdən biri erməni terror təşkilatının Azərbaycan xalqına qarşı xoyqırım fəaliyyəti olmuşdu. Bu şəraitdə 1906-cı ildə Əhməd bəy Ağayevin rəhbərliyi ilə Difai Partiyası yaradılmış oldu. Mərkəzi Komitəsi Bakıda yerləşən Difai Partiyasının Gəncə, Naxçıvan, Şuşa və Ağdamla yanaşı Qars və Vladikavkazda da şöbələri fəaliyyət göstərmişdi. Üzvlərinin sayı və nüfuzuna görə ən böyük şöbə Şuşada yerləşirdi. Mətbu orqanı İrşad qəzeti olmuşdu. Difai Partiyası müsəlmanların xilas yolunu maarifçilikdə və zəruri hallarda gücdən istifadədə görmüş, xalqı müdafiə məqsədi ilə silahlı dəstələr yaratmışdı. Partiya kütləvi qırğınlar törədən erməni terrorçularını və onları himayə edən çar məmurlarını cəzalandırmışdı. Eyni zamanda Difai Cənubi Azərbaycanda məşrutə hərəkatına, Osmanlıda gənc türklərə öz üzvlərini göndərmiş, maddi yardım göstərmişdi. Şuşadan Səttarxana silah göndərilməsi də bu fəaliyyətin tərkib hissəsi olmuşdu. 1907-ci ildə yaradılmış Müdafiə Partiyası ölkəmizin qərb qəzalarında və Borçalıda fəaliyyət göstərirdi. Partiyanın sədri Rus zabiti İbrahim Ağabəkirov seçilmişdi. Müdafiə Partiyası əhali arasında maarifin yayılmasını, insanların və hüquq və mənafelərinin qorunmasını, həmçinin kəndlərin məişət şəraitinin yaxşılaşdırılmasına əsas məqsəd və vəzifə kimi qəbul etmişdi. Müsavat Partiyası isə 1911-ci ildə fəaliyyətə başladı. Partiya Məmməd Əli Rəsulzadə, Abbas Qulu Kazımzadə və Tahir Ağaoğlu kimi qabaqcıl ziyalılar tərəfindən yaradılmışdı. 1912-ci ildə Müsavat Partiyasının proqramı çap olundu və qısa müddət ərzində Əli bəy Hüseynzadənin irəli sürdüyü türklərlə İslamlaşmaq, müasirləşmə ideyasını əsas maqama çevirdi. 1913-cü ildə Romanovların 300 illiyi münasibəti ilə elan edilmiş ümumi əfvdən sonra mühacirətdən vətənə qayıdan Rəsulzadə Müsavat Partiyasının liderinə çevrildi və türkləşmək, İslamlaşmaq, müasirləşmək şüarını partiyanın başlıca istiqaməti kimi irəli sürdü. Balkan müharibələri dövründə Müsavat türk xalqlarına müraciət edərək onları Osmanlı dövlətinə yardım göstərməyə çağırdı. 1915-ci ildən etibarən isə partiya açıq söz qəzetini nəşr etməyə başladı.